Kişi səhv də olsa sözünün üstünə söz deyilməməlidir. Bu sözləri müğənni İradə İbrahimova deyib. Qeyd edək ki, Baku TV-nin Qapqara verilişinin növbəti buraxılışında proqramın qonağı müğənni İradə İbrahimova olub. Sənətdən uzaqlaşdığı üçün peşman olmadığını deyən müğənninin sözlərinə görə bu addım onu daha da müdrikləşdirib. Azərbaycanda qalsaydım belə sənətdən uzaqlaşacaqdım. Çünki sosial media dövrünün başlanması ilə çox şey dəyişdi. Buradakı klonların yolu açıldı. Səhnə artıq yad insanlarla doldu. Özümü burada ifadə edə bilmədim. Lakin sənətdən uzaqlaşdığım üçün peşman deyiləm. Çünki bu addımım məni daha da müdrikləşdirdi. Həyatımda yeni səhifə açdım. Müğənni həmçinin kişi-qadın münasibətlərindən də bəhs edib. Onun sözlərinə görə xanımlar həmişə kişilərin yanında durmalı, onlara dəstək olmalıdırlar. Amma bəzi məqamlarda qadın kişidən arxada dayanmağı da bilməlidir. Həmin anlarda kişi səhv də olsa sözünün üstünə söz deyilməməlidir. Qadın hər mənada kişinin yanında olmağı bacarmalıdır. Qırmızı xətti isə keçmək olmaz. Orada durmağı bilmək lazımdır. Bir damın altında yaşamaq üçün bu olduqca önəmlidir deyə müğənni müsahibəsində bildirib.